Çox, yəni acıyıram, mən özüm də özümü qınayıram. Biz kimlərə, biz kənddə yadımdadır mənim. Yaşlı kişilər durmuşdu, atam da işlərindəydi. 20 yanvar hadisəsində, 20 yanvar hadisəsində ağlaşırdılar yaşlı kişilər. Mən nə dedilər orada hamısı? Dedilər ki, bu hadisələr hamısı Heydər Əliyevi gətirmək üçündür hakimiyyətə. Bunu qoyun otaran Ənvər kişi qoyun otaran bilirdi. Şun Əhməd bilirdi. Bunu nə tavariş olmaq. Yəni bu kişilər bilirdi bu. Heç nə güya başda olanlar bilmirdi mi? Bütün o metroları partlaması, avtobusların partlaması, Sadval, Madval hamısı Heydər gətirmək üçün idi. 20 yanvar Xocalı hamısı Heydər Əliyevi gətirmək üçün idi. Nə qədər biz geri zəkalı insanlar var aramızda. Yəni mən nə demək istəyirəm, qardaş? Necə materiallar qoyuruq efirə, necə silkəlirik, necə sökürük.